Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb. Buna səbəb Ukraynanın Rusiya paytaxtına kütləvi dron hücumu olub. Moskva aeroportlarında təxminən 200 reysin təxirə salındığı bildirilib. Şeremetyevo hava limanının mətbuat xidməti müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb. Uçuş cədvəlində dəyişikliklərin mümkünlüyü barədə xəbərdarlıq olunub. Vnukovo, Domodedovo və Jhukovski hava limanları bütün təyyarələrin uçuşunu və enişini dayandırdığını açıqlayıb. Bütün hava limanlarında xalça planı tətbiq edilib. Bu arada Moskva meri Sergey Sobyanin gecə yarısından bəri Moskva istiqamətində uçan 10 dronun vurulduğunu bildirib. Ümumiyyətlə, son günlər Rusiya-Ukrayna cəbhəsində vəziyyət gərginləşib. Ukrayna Rusiyanın Çuvaşiya Respublikasının Çebaksarı şəhərinə Flamingo raketləri və pualarla zərbə indirib. Pualardan biri Çebaksarıdakı yaşayış binasına düşüb. Nəticədə 2 nəfər həyatını itirib, 34 nəfər yaralanıb. Rusiya Müdafiə Nazirliyi son sutka ərzində Ukraynanın müdafiə sənayesi obyektlərinə və yanacaq energetika komplekslərinə yüksək dəqiqlikli silahlarla zərbə indirdiyini açıqlayıb. Bundan başqa, Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin son sutka ərzində Ukraynanın 6 Flamingo uzun mənzilli qanadlı raketini və 601 puasını vurduğunu bildirib.